Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Xətai metrosunun yaxınlığından piyada maksimum 5 dəqiqəlik məsafədən salamlayırıq sizi. Rezidens binada 5 otaqlı, lüks təmirli və tam əşya və texnika tərtibatı ilə yekunlaşdırılmış bir mənzil təqdim edəcəm sizə. İdeal proyekti var mənzilin. Texniki parametrlərini xatırladım. Xətai metrosu yaxınlığı 18 mərtəbəli rezidens binanın 5-ci mərtəbəsi, 220 kvadrat ölçülü, sənədi çıxarış olan ideal bir mənzil görəcəksiniz. Skvoznoy proyekt, yəni tam yer çəkən proyekt. 3 otaq binanın bir istiqamətinə, 3 otaq isə binanın digər istiqamətinə baxır. Yəni tam skvoznoy proyekti. Ümumi yerləşməni göstərim. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə sağda belə bir oturacaq pufik, asılqanlıq və ayaqqabılıqla birlikdə. Sol tərəfdə isə 6 qapılı bir boya MDF panellərdən əla bir gömmə qardirob mebeli. Mənzildə ümumilikdə 4 yataq otağı, 3 sanuzel, bir qardirob otağı və bir camaşır otağı görəcəksiniz. Giriş qapısından sağ istiqamətdə mənzilin 3 yataq otağı burada yerləşdirilib. Hər üçü geniş yataq otağıdır, biri master bedroomdur. Daxilində ayrıca olaraq həm sanuzel, həm də qardirob otağı var. İkinci sanuzel olan yataq otağı isə, yəni ümumilikdə 4-cü yataq otağı isə bu sol istiqamətdə yerləşir. Daha sonra mətbəx və qonaq otağı qarşılayır bizi. Bu iki qapı isə biri ümumi sanuzelə, biri də camaşır otağına açılır. Qonaq otağının genişliyini göstərim sizə. Olduqca ideal dekorasiyası və ideal əşya planlaması həyata keçirilib mənzildə. Mənzildə cəmi bu 220 kvadratlıq mənzildə cəmi bir balkon var. Bu balkona da həm qonaq otağından, həm də mətbəxdən daxil ola bilirsiniz. Buradan baxış açılır Babək prospekti istiqamətinə. Qonaq otağından davam edirəm. 6 oturacaqlı bir masa yerləşdirilib. Açıla bildikdə isə, açıldıqda isə 10 nəfərlik saya qədər çıxara bilirsiniz bu yemək masasını. Belə bir modern yumşaq mebel dəstini görürsünüz. 40 kvadrat ölçü bəlkə də daha çox olar. Kifayət qədər geniş bir qonaq otağıdır və belə bir nəhəng TV stendi var. Yenə TV stend hissədə membran və boya MDF panellərdən əla tərtib edilib. Arxada isə bambuq panel və faskalı güzgülərdən əla dekor verilib və şüşə saxlanıc qapaqları var. Hər iki tərəfdə böyük ölçülü. Mənzildə ümumilikdə əşya və texnika yerləşimi zamanı və təmir zamanı keyfiyyətli və premium inşaat materiallarından istifadə edilib. Davam edirəm mətbəxlə. Mətbəxin də ideal ölçüsü var. En və uzunluq nisbəti idealdır gördüyünüz kimi. Tam boy böyük ölçülü bir mətbəx mebeli yığılıb. Məndə bir şüşə qapaq panel burada da yerləşdirilib. Böyük ölçülü bir moykası, üzəri və sinəliyi süni mərmərlə işlənilib. Qabiyanına qədər boş markalı bir qabiyan yerləşdirilib. Böyük ölçülü 5 gözlü bir qaz, açıq bir aspirator, boş markalı mikrovalnovka və soba və Toshiba markalı 4 qapılı bir soyuducu yerləşdirilib. Mətbəxin bu hissəsi isə 6 nəfərli bir yemək masası və divanla əhatələnib. Arxa hissəsi isə əla dekor edilib, faskalı güzgülər və dekorativ panellərlə. TV yerləşiminə qədər nəzərə alınıb və həyata keçirilib gördüyünüz kimi. Davam edirəm. Əsas yataq otağını təqdim edeyim sizə. Bütün yataq otaqları ideal genişlikdədir. Bu yataq otağının əsas üstünlüyü həm daxilində qardirob otağının olmasında. Gördüyünüz kimi geniş bir qardirob otağı var və tam mebellə təchiz edilib tavana qədər. Burada isə bu otağın ayrıca olaraq sanuzeli yerləşdirilib, əla teksturalı qranitlər və qara rənglərə üstünlük verilib aksesuarlarda. Gördüyünüz kimi suşulkaya qədər və xırda asılqanlıqlarına qədər bütün aksesuarlar tam olaraq yerləşdirilib. Bütün otaqlar vitraj pəncərə ilə şəhərə əla panoraması var, qarşısı açıq gün düşən mənzildir. Və bu yataq otağında qardirob otağından əlavə 5 qapılı böyük ölçülü şüşə qapaqlarla qardirob mebeli ilə yerləşdirilib. Böyük ölçülü yataq dəsti və make-up'a qədər qoyulub, nəzərə alınıb. Digər yataq otaqlarına keçməzdən öncə ümumi sanuzelini təqdim edeyim sizə. Burada qızılı rənglərə üstünlük verilib aksesuarlarda. Divar içi unitazı görürsünüz sağ istiqamətdə. Üzəri nişa tərtibat, böyük ölçülü künc bir duş kabin. Enerjidən yığılıb, üzəri mərmərlə işlənən bir moydadır və suşulkaya qədər yenə tam aksesuar tərtibatı var. Ardıcıl davam edirəm. Bütün yataq otaqları bir daha edirəm genişdir
və rahat bir mənzildir. Bu yataq otağında da yenə tam əşya tərtibatı var. Türkiyə istehsalı mebellərlə təchiz olunub bütün yataq otaqları. Burada da yenə 4 qapılı bir qardirob və make-up'a qədər quraşdırılıb. Daha sonra bu 3-cü yataq otağıdır. Burada da yenə böyük ölçülü bir qardirob mebeli, gömmə qardirob yerləşdirilib, make-up və ayrıca yataq dəsti. Bura işıqlandırmalarla tumbaların üzəri bəzədilib. Türkiyə və İtaliya istehsalı divar kağızlarından evin divar dekorasiyasında istifadə edilib və 4-cü yataq otağı burada yerləşir. Bu otaqda da yenə ayrıca olaraq sanuzel var. Burada isə xrom aksesuar rənglərlə üstünlük verilib. Hər üç sanuzeldə fərqli aura var. Hər üçü də olduqca gözəl tərtib edilib. Koreyan üzlüklü bir moydadır, künc bir duş kabin və geniş və rahat sanuzel. Divar içi duş aksesuarları Eza markalı yerləşdirilib sanuzellərdə və bu da 4-cü yataq otağı. Böyük ölçülü bir yataq dəsti, modern yataq dəstidir bu. 4 qapılı gömmə qardirob və yenə make-up dəsti yerləşdirilib. Kondisioner AUX markalı bütün otaqlarda quraşdırılıb. Belə və son olaraq mənzilin camaşır otağını da təqdim edeyim sizə. Həm də texniki otaq kimi istifadə edə bilirsiniz buranı. LG markalı bir paltarla yerləşdirilib burada və tam şkaf tərtibatı var. Evin kollektor sistemi də burada yerləşdirilib. Stipolu buradan idarə edə bilirsiniz və asılqanlıqlara qədər geniş bir texniki otaq sizi qarşılayacaq. Belə 220 kvadrat ölçülü Xətai metrosuna piyada maksimum 5 dəqiqəlik məsafədə Babək Plaza ilə Xətai metrosunun arasında rezidens bina 18 mərtəbəli yeni tikilinin 5-ci mərtəbəsində qanuni 5 otaqlı və sənəddə çıxarış olan ideal bir mənzil təqdim edirəm bugün sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 790 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, Reklam Bakı.